adından da göründüyü kimi iki hissədən ibarət olan bir sözdür. Filo, sevirəm, aşiqlik anlamına gəlir. Logos isə söz. Yəni, kim ki sözə aşiqdir, bu peşənin arxasınca gedə bilər. Filologiya dilimizi və ədəbiyyatımızı, ümumiyyətlə dili və ədəbiyyatı öyrənən bir elm sahəsidir. Sözsüz ki, ilk növbədə məhəbbət dilə, ədəbiyyata, mədəniyyətə, tarixə məhəbbəti formalaşdırmalıdır. Mirzə Şəfi Azət demişkən, elmin, hünərin, mərifətin varsa buyur gəl, yoxdursa bu elm yoluna olma bir əngəl deyir. Əgər bu məhəbbəti qəlbində formalaşdıra biləcəksə, artıq o qapıdan girməyə hazırdır. Filoloqlar hələ bu peşəni seçmək istəyirlərsə, mütləq artıq deyək ki, yeniyetmə yaşlarından hər həftənin şənbə günü ədəbiyyat qəzetini almalıdırlar. Hər ay Azərbaycan jurnalını oxumalıdırlar. Və bu zaman onda Azərbaycan filologiyası haqqında müəyyən təəssürat formalaşacaq. İmkanları varsa ərəb əlifbasını öyrənsinlər. Çünki Azərbaycan deyək ki, ədəbiyyatının qaynaqları məhz bu əlifba ilədir. Universitetdə ona ayrıca vaxt sərf etməyə deyək ki, onlara lazım gəlməsin. Yəni belə. Yəni sırf filoloqlar üçün. Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Füzuli adına Əlyazmalar İnstitutu. Bunların hərəsinin özünün profil istiqaməti var. Yəni tədqiqat istiqaməti deyil. İndi bu çətinliklər deyilsiniz, hansı ilə qarşılaşacaq. İstər ədəbiyyatşünası olsun, istər deyək ki, mətinşünası olsun. Ərəb əlifbasını bilməlidir, mütləq. Yaxşı olar ki, klassik ədəbiyyatımızı mükəmməl bilsin, onun üçün də Azərbaycan və Şərq fəlsəfəsinə bələd olmalıdır. Onun içərisində Quran fəlsəfəsi də ayrıca bir istiqamətdir. Bu çətinliklə qarşılaşacaqlar. Yəni, Nizamini başa düşmək istəyirsə, Füzulini başa düşmək istəyirsə, Nəsimini başa düşmək istəyirsə, Şərq fəlsəfəsini, Quranı gözəl bilməlidir. Yəni, o zaman o artıq elə tədqiqatlar ortaya qoya biləcək ki, gənc nəsil Nəsimini oxuyanda anlaya bilsin ki, bir üzdə olan mətləbləri görür axı, gənc nəsil oxuyanda, daxili mətləbi. Ərəb, fars dillərinin bacardığı qədər öyrənməlidir ki, yəni öyrənə bilməsə heç olmasa ərəb-fars sözlərini, yəni ərəb-fars sözlər lüğəti 2 cilddən ibarət olan bir kitabdır, Azərbaycan klassik ədəbiyyatında istifadə olunan sözlər. Onları mütəmadi istifadə eləməlidir ki, yəni lüğətdən istifadə edib oxumalıdır ki, gələcəkdə onun üçün heç problem olmasın. Bir də var dünya ədəbiyyatı. Dünya ədəbiyyatı ilə məşğul olan şəxslər dünya ədəbiyyatını mütaliə eləyirlər və mütaliə elədiyi zaman yaxşı olar ki, tək tərcümədən yox, eyni zamanda orijinaldan da əsərlər oxusunlar. Bunun üçün də heç olmasa bir xarici dili bilsələr, Avropa dillərindən birini, məsələn, İngilis dilini, Fransız dilini, Alman dilini bilsələr, demirəm, qədim Yunan dilini öyrənsinlər, yəni o da filologiyanın bir sahəsidir. Bunları bilsələr, artıq onların tədqiqatı daha maraqlı olacaq. Onlar dünyada tanınacaqlar, dünyaya onların qarşısında bir qapı açılacaq. Həzrət Əli deyir ki, mən hər yeni bir dil öyrənəndə qarşımda yeni bir dünya açıldı. Əgər istəyirlərsə ki, qarşılarında yeni bir dünya açılsın, bir dənə də xarici dil öyrənsinlər. Deməli, filologiyaya həmişə tələbat var. Yəni, bizim xalqımızda elə səhv təəssürat var ki, filoloq ya bədii qənaət ustasıdır, belə deyil. Onun üçün yəni aktyorlarımız var. Filoloq jurnalisti, diktordur, xeyr, onun üçün də bizim diktorlarımız, peşəkar jurnalistlərimiz var. Belə bir təəssürat var ki, filoloq yazıcıdır, şairdir. Xeyr, onun üçün də bizim professional istedad sahibləri var. Filoloq dilimizi mükəmməl öyrənən şəxsdir. Deməli, hər hansı bir müəssisədə sizə ehtiyac var. Çünki bütün müəssisələrdə nizamnamələr, əsasnamələr, qanunnamələr tərtib olunur. Onları redaktə eləmək üçün dilimizi mükəmməl bilən şəxsə böyük ehtiyac var. Yəni, özəl müəssisələrdən rahat iş tapa biləcəklər. İkinci, hər hansı bir jurnalda, qəzetdə, televiziyada redaktorlara ehtiyac var. Bəli, o zaman qapını açırlar, filoloqlar, buyurun, gəlin, bizə köməklik göstərin. İkinci bir qrupda, yəni müəllimlərdir, Azərbaycanın hər hansı bir regionunda ən çox saat deyək ki, bölgüsündə müəllimlərə saat verilən ixtisas sahəsi filologiyadır. Yəni, Azərbaycan dili, ədəbiyyat.
Heç olmasa hər sinifdə 5 saat Azərbaycan dili və ədəbiyyat dərsi keçirir. Yəni, 2 fənn sahibinin hər zaman saatı çox olur. Bunlardan biri riyaziyyat müəllimidir, biri Azərbaycan dili ədəbiyyat müəllimidir. Yəni, o sahənin seçən adamlar qorxmasınlar ki, mən işsiz qalacam. Bu adam əgər təhsil alıb, xalqımızın, deyək ki, təlimi ilə məşğul olacaqsa, orta məktəb müəllimi olacaqsa, xaricdə təhsil onun üçün zəruri deyil. Yəni, 4 il təhsilini aldı, istəsə əgər magistr təhsildə ala bilər və yenidən Azərbaycanın hansısa bir bölgəsinə qayıdacaq və bizim orta məktəbimizdə böyük töhfələr verə bilən müəllimə çevriləcək. Yəni, onun məqsədi ondan ibarət olmalıdır ki, gözəl müəllim olsun, ilim müəllimi olsun, əməkdar müəllim olsun, yəni bu sahədə istiqamətdə inkişaf edəcək. Yox, əgər o sırf tədqiqatla məşğul olursa, məsələn, şərq ədəbiyyatını öyrənirsə, yaxşı olar ki, Türkiyədə təhsil alsın, magistr təhsilini Türkiyədə davam elətdirsin, doktorantura təhsilini Türkiyədə davam elətdirsin. Dünya ədəbiyyatı üzrə tədqiqat işləri aparırsa, yaxşı olar ki, Avropa ölkələrində tədqiqat aparmaq üçün magistratura və doktorantura təhsilinə meyilli olsun. Yəni, onun tədqiqat sahəsindən və marağından asılıdır. Əgər o mənim kimi ilk filologiya fakültəsini yazacaqlarsa, birinci növbədə tarixi, ədəbiyyatı, coğrafiyanı, dili və xarici dili mükəmməl öyrənsinlər. Çünki filoloq olub, bir xarici dil bilən şəxs artıq şərqşünasdır. Yəni, dünyanın hansı bir yerinə getsəz, siz şərqin bir nümayəndəsi olaraq Avropa dillərindən birini mükəmməl bildiyiniz halda şərqi təmsil edəcəksiniz. Şərqin ədəbiyyatını, fəlsəfəsini, tarixini, mədəniyyətini, şərq insanını dünyaya tanıdacaqsınız. Mütləq şəkildə dilimizi, ədəbiyyatımızı mükəmməl öyrənməli, mütləq xarici dili bilməliyik.